Bakıda keçirilən Alifest tədbirinə gəlin birlikdə hazırlaşaq. İlk olaraq makiyajdan başlayacağam və çox uzatmadan qısa-qısa keçəcəm. Primer istifadə edirəm ilk. Bu primeri çox bəyənirəm. Lüks vizajında üzə qəşəng parlaqlıq verir. Kanalı əlimizə tökürük. Sonra sponjla belə yayırıq və üzümüzə tətbiq edirik. Yenə yadımdan çıxmışdı. Qaşları sabitləmək. Paltarım qəhvəyi rəngdədir. Düzdür, hələ geyinib baxmamışam. Əynimə necə olacaq. Bu makiyajı tez-tez məndə görürsüz. Ona görə belə tez-tez keçəcəm. Aldığım bu kiprikləri taxacağam. Üzüm çox parıldamasın deyə pudra vuracağam. Qaranlıq işıqlarda üz parıldayanda qəşəng görsənmir. Makiyajımı sabitləyim. Saçlarımı burub gəlirəm. Saçlarımı da burdum. İndi bunları daraqla açacağam. Biraz da yağ vuracağam uclarına. Belə bir don geyinəcəm. Gedim bunu ütülüyüm. Belə bir boyunbağı taxdım. Bu da qolbaq. Hazırlaşma hissəsi gözəl idi, amma influencerlər üçün təşkil olunmuş Alifestin qala gecəsinin enerjisi tamam başqa idi. Alifestdə rəqs, DJ performansı, şoular, oyunlar və sürpriz hədiyyələrlə dolu çox əyləncəli bir axşam keçirdik. Ümumi atmosfer və təşkilatçılıq çox xoşuma gəldi.